Ders 12 ilə davam edirik. Biraz uzun olacaq, funksiyalar biraz uzun mövzudur. Ona görə yorulmanızı istəmirəm. Çaydan, kofedən nəsə qarşınıza alıb, yəni belə ətraflı dinləsəz, sizin üçün də yaxşı olacaq, mənim üçün də yaxşı olacaq. Ki mən yorulmadan motivasiyalı şəkildə izahları yerləşdirməyə davam edirəm. Bundan sonra artıq trigonometriya bölməsi gələcək və bu bir-iki bölmə biraz uzun olacaq, çətin olacaq. Ona görə də oturub qəşəng ətraflı şəkildə dinləyib öyrənmənizi istəyirəm ki, çalışdığım qədərlə izahla ətraflı sizlər üçün izah edeyim. Funksiya və qrafiklər haqqında danışacağıq. Yəni burada funksiya nədir, təyin olası qiymətlər çoxluğu nə, funksiyaların növləri falan ətraflı hamısına toxunacaq. Ümumi funksiya bölməsinə giririksə, biz funksiyanın nəyinə baxmalıyıq? Funksiyanın tərifinə baxmalıyıq. Tərif olaraq deyir ki, x çoxluğunun hər bir x elementinə y çoxluğunun yeganə y elementi qarşı qoyulursa, yəni qarşı qoyan asılığa biz funksiya deyirik. Yəni bu nə deyir? Deyir ki, bizə bir dənə asılılıq verir, bir funksiya verir. Bu funksiyada biz x-in yerinə nə qoyuruqsa, y sabit dəyişən olacaq. Buna biz artıq gəlib funksiya deyirik. Məsələn, tutalım ki, y bərabərdir 3x. Y bərabərdir 5x çıxılsın 4. Fx bərabərdir modulu 3x çıxılsın 2. Burada biz x-in sərbəst dəyişən arqument deyirik. Y-ə yəni f və yaxud da fx deyirik. Bu asılı dəyişən olur. Yəni y və yaxud da fx x-dən asılıdır. Biz x-ə nə qiymət versək, y o qiyməti alacaq. Y göz yanından qiymət ala bilməz və yaxud da biz ona da qiymət verə bilmərik. Bizim qiymət verəcəyimiz bir dənə şey var ki, o da nədir? X-li arqumentdir. Funksiyanın verilmə üsulları var. Yəqin ki, bilirik. Analitik üsul, düstur, qrafik üsul, bir də cədvəl üsul. Düzbucaqlı koordinat sistemi var. Funksiyalar bölməsində ən çox mütləq bilməli olacağımızdır ki, burada OX oxumuz var, absis oxu. Çünki funksiyaların qrafiklərindən biz çox danışacağıq, çox qrafik görəcəyik. OY oxu var, ordinat oxu da deyirik biz buna. Burada 0,0 nöqtəsi koordinat başlanğıcı adlanır. Yəni baxın, bu x və y-in kəsişdiyi nöqtə bizdə koordinat başlanğıcı adlanır. Daha sonra burada bizim rüblərimiz var. Baxaq, birinci rübümüz var. Biz burada sağdan sola doğru gedirik. Yəni buradan 1, 2, 3, 4 demirik. Sağdan sola doğru gedirik ki, yəni bu cədvəldə bu cədvəl bizə trigonometriya lazım olacaq. Ona görə burada bunu mütləq yaxşı bilin. İkinci rüb var, üçüncü rüb var, dördüncü rüb var. Birinci rübdə x, y, ikinci rübdə də x, y, üçüncü rübdə də x, y. Bunlar sabitdir. Amma dəyişən nədir? İşarələrdir. Yəni 3, x, y-də müsbət, birinci rübdə müsbət, ikinci rübdə mənfi, üçüncü rübdə mənfi, dördüncü rübdə müsbət. Yəni bu da nəydən asılıdır bu işarələr? Məsələn, bunu əzbər bilmək məcburiyyətində deyilsiniz. Burası sıfırdır bizdə. Biz demişik sıfırdan sağda nə dayanır? Müsbət ədədlər dayanır. Yəni x-in burada sağda müsbət ədədlər, solda mənfi ədədlər dayanır. Burada da y-dir. Yəni sıfırdan yuxarıda müsbət ədədlər dayanır. Sanki bir dənə ox verilib, ədəd oxuda. Bu ədəd oxunu sadəcə neyini? Yuxarı doğru çevirib. Aşağıda nə var? Mənfi ədədlər var. Məsələn, mən burada bir dənə nöqtə götürsəm, bizim bu nöqtəmizin iki işarəsi nə olacaq? Müsbət olacaq. Çünki nəyə görə? Hər ikisinin müsbət tərəfində götürmüşəm mən onu. Yəni, tutalım, buradan gətirəcəm bura, buradan gətirəcəm bura. Nöqtəm olacaq, məsələn, burada olsun 5, burada da olsun 4. Və birinci mütləq nəyə qeyd eləməliyim? X-i qeyd eləməliyim. Yəni 5, 4. Birinci y-i qeyd eləyə bilmərsiniz. Çünki qaydalar olaraq biz deyirik ki, birinci x verilir, sonra y verilir. Bu şəkildə də qeyd olunur. Daha sonra burada nə var? Təyin olası var. Təyin olası dediyimiz şey nədir? X-in ala biləcəyi qiymətlərdir, D etmə işarə olunur. Yəni suallarda funksiya bölməsində çox qarşımıza çıxır. Deyir ki, funksiyanın təyin olasını tapın, funksiyanın qiymətlər çoxluğunu tapın və yaxud da təyin olası demir, deyir ki, DF-ni tapın. DF deyirsə mütləq nəyi tapmalıyıq? Təyin olası tapmalıyıq. Təyin olası nə oldu? X-in ala biləcəyi qiymətlər oldu. Funksiyalar üçün də burada məsələn ayrı-ayrılıqda verilib. Y bərabərdirsə sabit bir ədədi sabit bir funksiyadır ki, bunun qrafiki sadəcə yəni ox olur, düz ox olur. Ədəd oxunda aldığı qiymətə görə dəyişir. Y bərabərdir kx funksiyası var. Bu haqqda bilmirəm, nisbət faiz tənasüb bölməsi danışmışdıq ki, düz mütənasib asılı, tərs mütənasib asılı. Artıq burada da nə olur? Funksiyamız var. Düz mütənasib funksiya, bir də tərs mütənasib. Tərs asılı funksiya, düz asılı funksiya. Y bərabərdir çox ədli. Bunlar hamısı haqqında danışacağıq. Bunların təyin oblasıdır. Mənim sonsuzluğum, müsbət sonsuzluq var. Ümumiyyətlə, təyin oblası dediyimiz şey nədir? X-in ala biləcəyi qiymətlərdən. Biz bu dərslərin hamısına qədər bizə problem yaradanlar nə olmuşdu? DMQ olmuşdu. Ən çox harda rastımıza çıxmışdı? Kök altında, kəsirlərdə və bir də modullarda. Yəni, təyin oblası ən çox bizə bu üç hissədə qarşımıza çıxacaq. Bir də bəzi sınav bölmələrdə. Məsələn, ikincidə verib kəsir. Kəsir veribsə biz nə etməliyik? Mütləq və mütləq məxrəci sıfırdan fərqini götürməliyik.
artıq təyin oblastını qeyd edəndə, o təyin oblastının aralığını qeyd edəndə burada məxrəcdən istinad olan ədədi ora qeyd edəcəyik. Yəni məxrəci həmişə sıfırdan fərqli götürəcəyik. Kökün altında olanda cüt dərəcədəndir. Cüt dərəcədə həmişə cüt dərəcədirsə biz kökün altını nə etməliyik? Sıfırdan böyük bərabər götürməliyik. Niyə görə sıfırdan böyük bərabər götürürük? Kökün altı mənfi ola bilməz. Yəni ona görə də biz burada təyin oblastında buna diqqət yetirməliyik. Məsələn, tutalım ki, burada verilib, deyir, kəsr verib yenə. Biz bunu nə etməliyik? dy nə olacaq? X böyük olmalıdır sıfırdan. Böyük bərabərlik sıfır olmayacaq. Niyə olmayacaq? Normal qaydada veriləndə böyük bərabərlik sıfır götürürük. Amma kəsr formasında veriləndə bərabər götürmürük. Demişik axı, məxrəc həmişə nə olmalıdır? Sıfırdan fərqli olmalıdır. Bu səbəbdən də normal qaydada böyüdə sıfır götürməliyik. Kəsr qeyd elədik. Daha sonra tək dərəcədən olarsa bizdə təyin oblastında xüsusi belə ciddi bir məhdudiyyət yaradan bir şey olmayacaq. Mənfi müsbət sonsuzluq. Yəni bütün ədəd oxunu bütün ədədləri götürə bilərik biz burada. Yəni 6-da da verilərsə, bu şəkildə verilərsə, məsələn tutalım ki, funksiya verilib, kəsr formasında verilib, məxrəcə tək dərəcədən bir kök altı funksiya yazılıb. Deyir ki, bunun təyin oblastını tap. Təyin oblastını nə götürəcək? Sadəcə sıfırdan fərqli götürürük. Artıq yenə buradakı kimi böyük kiçik götürmürük. Çünki dedik axı, tək dərəcədən olarsa bizdə məhdudiyyət yaranmır. Məhdudiyyət yaranmadığına görə bütün ədədləri götürə bilərik. Amma kəsirdə verilir deyənə məxrəci nə etməliyik? Sadəcə sıfırdan fərqli götürməliyik. Qiymətlər oblastı təyin oblastına yanaşı bizdə y-in ala biləcəyi qiymətlər, ala bilməyəcəyi qiymətlər də var. Bu artıq x-in ala biləcəyi qiymətlərdən asılıdır. Yəni məhdudiyyət x üçün yarananda y üçün də yaranır. Y-in ala biləcəyi qiymətlərdir. Y kimi işarə olunur ki, qiymətlər oblastı deyəndə biz nəyə baxırıq? Y-in ala biləcəyi qiymətlərə. Burada yenə verilib funksiyalara görə, məsələn, y bərabərdir kx funksiyasına görə və istənilən bir çoxadlı funksiyaya görə bizim y-in ala biləcəyi qiymətlər mənfi sonsuzluq, müsbət sonsuzluğa doğru dəyişəcək. Kök altında verilərsə, məsələn, kök altında bir funksiya verib, xətti funksiya verib, kx plus b. Burada artıq bizdə y-in ala biləcəyi qiymətlər nə olmalıdır? Sıfırdan müsbət sonsuzluq olmalıdır. Qeyd elədik ki, kök altı ifadə heç vaxt mənfi ola bilməz. Bir də burada bizdə kökün altında ax kvadratı plus bx plus c verə bilər ki, kvadratik funksiyadır bu, haqqında danışacağıq. Bunun qiymətlər oblastını biz tapmaq üçün n-dən istifadə edəcəyik. Yəni, düsturun bilirik artıq. N bərabərdir 4ac üstə gəlsin b kvadratı bölünsün 4a. Yox, n düsturunu bilmirik, n düsturundan danışmamışıq. Mən çalışdım, kvadrat tənliyi ilə falan qarışdırdım. Kvadrat tənlikdə biz onu deməmişik, yox. Ki, kvadratik funksiyada o haqda danışacağım. Burada qiymətlər oblastımız, yəni kvadratik funksiya üçün kök altında verilib, mütləq olmalıdır, sıfırdan böyük olmalıdır və qiymətlər oblastımız n-dən müsbət sonsuzluğa doğru ac-cd sıfır olarsa 0n olaraq dəyişəcək. Bunların hamısı burada sadəcə belə kiçik verilib, kiçik qeyd edirəm. Funksiyanın özündə onun haqqında ətraflı qeyd edəcək. Artan funksiyamız var, azalan funksiyamız var. Nədir? Əgər x toplumunda x-in böyük qiymətinə y-in də böyük qiymətə uyğun gəlsə, biz buna artan funksiya deyirik. Topluda suallarda qarşımıza çox çıxacaq. X topluluğundan, yəni x-ə verəcəyimiz qiymətlərdən biz böyük bir ədəd veririksə, əgər y də böyük bir ədəd alırsa, kiçilmirsə, qiyməti kiçilmirsə, buna biz artan funksiya deyirik. x1 böyük x2-dirsə, onda fx1 böyükdür, fx2 olacaq, kiçik olarsa da, yenə əksi olarsa da x1 kiçikdir, fx2 olacaq. Onda nə olur? fx artandır. Misal olaraq verilib ki, fx artandır, qiymətlərindən ən böyük və ən kiçiyini tapın. Normal qaydada biz burada nə edirik? Böyük olan üçün, x-in böyük qiyməti üçün y-in də böyük qiymətin olacaq, böyük olacaq. Ən böyük deməli f7 olacaq, ən kiçiyin olacaq, f1 olmuş olacaq. Azalan funksiyada artıq əksi olacaq. X toplumunda x-in böyük qiymətinə y-in kiçik qiyməti uyğun gəlir. Bunu tərs mütənasib, düz mütənasib kimi də yadda saxlaya bilərsiniz. Artıq biz burada x1, x2-dirsə, onda y-in aldığı qiymət onun əksinə olacaq. Yəni, azalan funksiyada x-in böyük qiymətində artıq y-in qiymətlərini eləyəcək, kiçiləcək. Yəni, əksinə dəyişmiş olacaq. Misal deyir ki, fx azalandısa, f3, f1, f7, f-4, f0 qiymətlərindən ən böyük və ən kiçiyini tapın. Ən böyüyümüz artıq bizim x-in ən kiçik qiymətində ən böyüyümüz olacaq. Ən kiçiyimiz x-in ən böyük qiymətində olacaq. Yəni, biraz tərs mütənasib aslında. O baxımdan yadda saxlayın. Ona görə də mənfi 4-lə, f-4-lə f7 olmuş olacaq. Tərif olaraq deyir ki, artan və azalan funksiyalara ciddi monoton funksiyalar deyilir. Cüt funksiyamız var, tək funksiyamız var. Cüt funksiya nədir?
Deyir ki, y bərabər fx funksiyası istənilən x daxildir df üçün. Yəni x-in təyin olunmuş istənilən qiyməti üçün f mənfi x olarsa. Yəni x-ə mənfi qiymət verəndə o mənfini udacaq. O mənfini məhv eləyəcək. Belə başa salmışsa. F mənfi x olanda fx oldu. Və xassası olaraq necədir? Qayda olaraq deyirik ki, funksiyası cüt funksiya adlanır. Məsələn, y bərabərdir x kvadrat funksiyası cütdür. Modul x cütdür. Nəyə görə? X-in yerinə mənfi də qoysaq, müsbət də qoysaq, bizim yeganə qiymətimizdən çıxır, müsbət çıxır. Kosinus x funksiyası özü də müsbətdir. Qrafik olaraq o y oxuna nəzərən simmetrik olur. Ki, bəzən qrafikdə verir, deyir hansı cütdür, hansı təkdir. Əgər qrafikimiz məsələn, modul x-in qrafiki indi danışacağım, bu şəkildə olur. Bu şəkildə olur və gördüyünüz kimi nədir? Koordinat başlanğıcına nəzərən simmetrikdir. Nədir? Cüt funksiyadır. Tək funksiya nədir? Y bərabər fx funksiyası istənilən x df üçün f mənfi x bərabərdir. Artıq burada nə olur? Mənfini udmur. Bir də bir şey deyim ki, məsələn, tutalım ki, düstur verib, deyir ki, bunun cüt olduğunu isbat edin. Gətirib x-in yerinə bir də mənfi fx qoyacaq. X-in yerinə mənfi x qoyduq. Bizdən nəticə bu şəkildə olmazsa, mənfi fx olmazsa, yəni gəldi mənfilər öldü, belə deyim də, mənfilər yoxa çıxdı falan, sadəcə müsbət qalsa, deməli bu cüt funksiyadır. İndi bunlar haqqında, hamısı haqqında ümumi bir video izah çəkəcəm. Misallar üzərində hamısını tətbiq edib sizlərə izah edəcəm. Tək funksiya nədir? Tək funksiyada artıq dedik ki, f mənfi x üçün mənfi fx olmuş olur. Olmuş olarsa bizdə funksiyası nə olur? Tək funksiya adlanır. Məsələn, x üstü 2 plus 1, yəni x-in üstü tək ədəddir. X üstü 3 olsun, x üstü 5 və yaxud sinus x, tangens x, kotangens x funksiyalar olsun ki, bunlar tək funksiyadır. Koordinat başlanğıcına nəzərən isə bu koordinat başlanğıcına nəzərən simmetrikdir. O y-bunun nəzərən simmetrikdir. Aha. Burada mən bayaq səhv demişəm. Modul x funksiyası gördüyünüz kimi, yəni səhv deməmişəm, diqqətimlə yəni bura y oxuydu, bura x oxuydu da. Dedi ki, o y oxuna nəzərəndir. Burada o y oxuna nəzərəndir. Mən çəkib koordinat başlanğıcı qeyd etmişəm. Amma bu funksiyalar, yəni tək funksiya, bu funksiya nə idi? Tək funksiya, məsələn, tutalım ki, burada qeyd edək x kubu funksiyasını. X kubu funksiyasının qrafiki bu şəkildə olur. Baxın, bu şəkildə olur. X kub funksiyasıdır bu. Bunun qrafiki bu şəkildə olur. Bu artıq nədir? Kvadrat, koordinat başlanğıcına nəzərən simmetrikdir ki, buna da biz tək funksiya demiş oluruq. Burada sonra xassələr var. Bunları vurğulamayacaq. Bunları öz videonu saxlayıb göz gəzdirərsiniz istəsəz. Ki, toplanması, çıxması, cüt funksiyalar üzərində əməllərdir. Yəni, o şəkildə başa düşün. Funksiyanın sıfırları. Funksiyanın sıfırları nədir? X-in hansı qiymətində funksiya sıfıra bərabər olur? Biz buna funksiyanın sıfırları deyirik. Funksiyanın sıfırlarını tapmaq üçün funksiyamızın özünü sıfıra bərabər eləməliyik. Məsələn, funksiyanın absis oxunu, o x oxunun kəsim nöqtələri funksiyanın sıfırları adlanır. Funksiyanın sıfırlarını tapmaq üçün fx bərabər sıfır tənliyini həll etmək lazımdır. Məsələn, verir x kvadrat çıxsın 5x plus 6 funksiyasının sıfırlarını tapıb. Biz nə etməliyik? Bunu sıfıra bərabər eləməliyik. Tapırıq ki, x1-imiz 2-dir, x2-miz 3-dür. Sıfıra bərabər eləyib köklərini tapırıq. İndi burada məsələn kvadratik funksiya verilib, başqa bir funksiya verilsəydi, yenə eyni qaydada biz onu sıfıra bərabər eləyib tapmış olardıq. Qeyd olaraq demişik ki, y bərabər fx funksiyası o x oxunu kəsdiyi y bərabər 0, o y oxunu kəsdiyi x bərabər 0. Aha, bu da bilməli olacağımız mühüm bir qaydalardan biridir. Əgər qrafikimiz o x oxunu, x oxunu kəsirsə, y falan toxunursa bizdə y 0 olacaq. Əgər o y oxunu kəsirsə, x-imiz 0 olacaq ki, mütləq və mütləq bilin. Tərs funksiyamız var, danışacağıq, qaydalarda falan qarşımıza çox çıxacaq. Tərs funksiyanı tapmaq üçün indi burada qeyd olunur. Hər bir qiyməti x-in yalnız bir qiymətində alan funksiyaya tərs funksiya deyilir. Funksiyanın tərsini tapmaq üçün nə etməliyik? X və y-in yerini dəyişib sadələşdirib y tapmaq lazımdır. Misal olaraq verilib y bərabərdir x kvadrat funksiyası. X nədir? Böyük bərabər 0 funksiyasının tərs funksiyasını tapın. Dedik axı x və y-in yerini dəyişirik. Gətirib biz artıq burada y-in yerinə x yazırıq. X-in yerinə y yazırıq. Y kvadrat olur. Y deməli nəyə bərabər olur? Kökün altında x-ə bərabər olur. Deməli, y bərabərdir x kvadrat funksiyasının tərsi nəyə bərabərdir? Kök altında x-ə bərabərdir. Mürəkkəb funksiya var. Mürəkkəb funksiya biz deyirik ki, tutaq ki, fx və gx funksiyaları verilmişdir. Məsələn, cosinus x və gx 2x plus 5-ə bərabərdir. Yəni, bir funksiya daxilində başqa bir funksiya yazırıq. Burada qeyd olunub f bərabərdir g
x. Burada artıq biz f funksiyasında x-in yerinə gx-in qiymətini yazırıq. Gx funksiyası bizdə nə verilibsə, gx nə verilib? 2x plus 5 verilib. Gətirib fx funksiyasında x-in yerinə 10 yazırıq. Baxın, qeyd olunub. Bərabərdir 2x plus 5-i f-in x-in yerində yazılıb. Çaşmayın ha. Kosinus funksiyamız nə idi? X idi. Gətirib yerinə yazıb 2x plus 5. Və yaxud da əksini yazsaq, eyni qaydada c kosinus x, 2 kosinus x plus 5 olmuş olduq. Bunları da yaxşı misalların üstündə, yəni başa düşərsiniz, dərk edərsiniz. Hələ ki, əsas olan izahlardır ki, izahları da bitirəndən sonra onların hamısına toxunacağam. Dövrü funksiyamız var. Funksiya bölməsində çox qarşımıza çıxmasa da, necə deyim, ən əsas olan bir qaydalardan biridir. Dövr nədir? Funksiya verilib, deyir ki, t fərqli də 0 olarsa, x çıxısında x plus t daxildir df olduqda, f x çıxısında t bərabərdir f-ə, o da bərabərdir fx plus t-yə. Y bərabərdir f funksiyasının əsas dövrü t olarsa, y bərabərdir fx kx plus b funksiyasının əsas dövrü t bölünsün modul k şəklində istifadə olunur. Bunu mən sizə məsələn misal üstündə daha yaxşı başa salım. Burada sinus və trigonometrik funksiyalar üçün də verilir. Ki onları tapmaq üçün dövrü t1, f(x) dövrü t1, gx funksiyasının dövrü t2 olarsa, onda hansı funksiyaların da dövrü t'dir. Ətçop t1, t2 onların dövrü olur. Məsələn, burada verilib sinus 5x çıxılsın tc tangens 4x funksiyasının dövrünü tapaq. Sinusun dövrü 2pi'dir, tangensin dövrü də pi'dir. Pi bölünsün 4'də pi, bir də 5'də 2pi. Bunların da açılımını tapırıq. Funksiyamızın dövrü olur 2pi. Yəni, çox qarşınıza çıxacaq bir şey deyil. Sadəcə bəzən olur ki, yerləşdirilir, qoyulur sual olaraq. Topluda da səhv eləmirəmsə var. Güvənin bəzi nəşrlərində qarşıma çıxıb, olur ki, bu şəkildə həll olunur. Məsələn, deyir ki, əsas dövrü olan funksiyada f1 5 olarsa, f4 və f3 cəmini tapın. Aha, biz vurğuladıq ki, yuxarıda fx bərabərdir fx plus t həmişə nədir? Dövrüdürsə, fx-in özünə bərabər. Burada görürük ki, 1-i verib və dövrümüzü 3 verib. Birdən sonra gəlir bizdə əgər üstünə 3 gəlsə, dövrümüz gəlir ya 4-ün özünə bərabər. 4-ün üstünə 3 gəlsə, onun özünə bərabər olur. Yəni, dəbə bu nə deməkdir? F1 nəyə bərabərdir? F4-ə və F7-ə bərabərdir. Onda gətirib onların yerinə 5-i qoysaq, cavabımız olacaq bu. Gördüyünüz kimi, asan, sadə bir qaydalardır. Çətin çəkəcək bir şey yoxdur. Sabit funksiyamız var. Yuxarıda danışmışdıq. Y bərabərdir s. Sabit funksiyadır. Konstantın mənası da və sabit deməkdir. Qrafikimiz ədəd verilərsə, məsələn, tutalım ki, y bərabərdir 5. Y bərabərdir 5 funksiyası verilərsə, gətiririk, məsələn, burada 5-i qeyd edirik. Bunun kəsici nöqtə 5 olur və absis oxuna nəzərən paralel olur. Məsələn, y bərabərdir 8, 0.4. Xassələrimiz nədir? Təyin oblastımız. X-imiz olmadığına görə biz bunu nəyə təyin oblastını deyirik? İstənilən ədədə ala bilərik. Qiymətlər oblastımız sadəcə sabit ədədimiz. Nə verilirsə, qiymətimiz, daxil olan qiymətimiz olur. Cüt funksiyadır. Cüt funksiyanın biz xassəsini demişdik ki, nədir? Ordinat oxuna paraleldir. Biz bu qrafiki hara uzadırıqsa uzadırıq. Bu onsuz sonsuzluğa gedir. Bunun məhdudiyyəti yoxdur. Amma nəticə olaraq nədir? Y oxuna, ordinat oxuna paraleldir. O səbəbdən də funksiyamız cüt funksiyadır. O oxunu kəsmir, sıfırlar yoxdur, y fərqidir 0. O oxunu 0 s nöqtəsində kəsir. S böyüdür 0 olarsa 1 ikinci rüblərdən keçir. Gördüyünüz kimi 1 və 2-ci rübdən keçir. Mən 5 götürmüşdüm də qiymət olaraq. S eşitdir 0 olarsa 3 və 4-cü rüblərdən keçir. Çətin deyil, asan bir funksiyadır. Düz mütənasib funksiya, düz mütənasib haqqında danışırıq. Artıq məlumatımız var. Y bərabərdir kx şəklində yazılır. Burada k bucaq əmsalımızdır. Qrafikimiz bu şəkildə olur. K'nın düsturu y bərabərdir. K'nın düsturu k vurulsun x-lərə, y və k vurulsun. K bərabərdir tangens alfa, o da bərabərdir y1 bölünsün x1-ə. Yəni, burada qrafikimiz həmişə bu şəkildə olur. Xassələrimiz tək funksiyadır. Niyə tək funksiyadır? Çünki koordinat başlanğıcına nəzərən simmetrikdir. Təyin oblastımız mənfi müsbət sonsuzluq, qiymətlər çoxluğumuz mənfi müsbət sonsuzluq. Nəyə görə? Çünki məhdudiyyətimiz yox. K bölüdə 0 olarsa artandır, K eşitdir 0 olarsa azmandır. Qrafikimiz koordinat başlanğıcından keçir. K bölüdə 0 olduqda 1 və 3-cü rübdən keçir. Gördüyünüz kimi 1 və 3-cü rübdən keçib. K 0 olduqda isə 2 və 4-cü rübdən keçirsə, yəni bu şəkildə olacaq. Biraz şəkil yaxşı alınmadı. Burada gördüyünüz kimi hallar üçündə qeyd olunub. Xətti funksiyamız var. Artıq bu xətti funksiyada, yəni y bərabərdir kx hissəsi eyni qalır. Sadəcə bir dənə b hissəsi əlavə olunur. K, y
y bərabərdir kx plus b şəklində olan funksiyaya biz xətti funksiya deyirik. Xassələrimiz necədir? Burada yenə eyni qaydada məhdudiyyətimiz yoxdur. Təyin olasılığımızda mənfi müsbət sonsuzluqdur. Qiymətlər çoxluğumuzda mənfi müsbət sonsuzluqdur. Nə təkcə nə cütdür? Çünki grafikimiz, funksiyamızın qrafiki nə ordinat oxuna nəzərən, nə də OX oxuna nəzərən simmetrikdir. K bölüdə 0 olarsa artandır, K eşitdir 0 olarsa azalanda. Funksiyamızın sıfırı, biz dedik sıfırı necə tapırıq? Funksiyanın sıfırını tapmaq üçün, yəni x-in funksiyanın sıfıra çevirən qiymətidir. Kx plus b-ni nəyə bərabər edir? Sıfıra bərabər. Bu tənliyi biz həll eləsək, x-imiz mənfi b bölünsün k-ya bərabər olmuş olacaq. Uyğur oxunun kəsmə nöqtəsi b-dir. Bu da mühüm qaydalardan biridir. Funksiyanın qrafikini verir. Abituriyentlər və yaxud da dostlarımız çaşıb qalırlar ki, bəs mən B-ni nətər tapacam? Elə bilmir ki, axırı qaydanı oxumur deyənə bilmir ki, funksiyanın OY oxunun kəsdiyi nöqtə, OY oxunun kəsmə nöqtəsi bizdə B-dir. B-nin qiyməti, yəni OY oxunun kəsmə nöqtəsi. K bölüdə 0 olarsa qrafikimiz 1 3-cü rüblərdən keçir. K kiçikdir 0 olarsa 2 və 4-cü rüblərdən keçir. Qrafik koordinat başlanğıcından keçməyən düz xəttdir. Yəni, kx normal y bərabərdir kx-in qrafiki koordinat başlanğıcından keçirsə, artıq kx plus b-nin qrafiki koordinat başlanğıcından keçməyəcək. Burada başqa bir xassəmiz, qaydamız var ki, bizə 2 dənə xətti funksiya verilərsə, onların qarşılıqlı vəziyyəti var ki, K1'lərimiz fərqli olarsa, onlar bir nöqtədə kəsişəcək. Bərabər olarsa, hamısı üst-üstə düşəcək. B1'lər də bərabər, K-lar da üst-üstə düşəcək. K1, K2 bərabər B1, B2 fərqli olarsa, onlar o qrafiklər paralel olacaq. Əgər K-lar hadisimiz mənfi 1-dirsə, onlar perpendikulyar olmuş olacaq. Burada tərs mütənasibliyin funksiyası var. Tərs mütənasib funksiya, onun da haqqında danışmışdıq. Y bərabərdir kx, y bərabərdir k bölünsün x. K həmişə nə olmalıdır? Sıfırdan fərqli olmalıdır. Burada artıq df də, yf də nəyə bərabərdir? Mənfi sonsuzluqdan sıfıra, sıfırdan müsbət sonsuzluğa. Çünki artıq burada bizdə x məhdudiyyət yaradır. Məxrəcdə olduğuna görə və kəsr olduğuna görə funksiyamız, düsturumuz kəsr olduğuna görə məhdudiyyət yaranır. Sıfırı götürmürük, mənfi sonsuzluğa sıfıra, sıfırdan müsbət sonsuzluğa doğru davam etmiş olur. Tək funksiyadır. Nəyə görə tək funksiyadır? Burada qrafik verilib. Gördüyünüz kimi koordinat başlanğıcına nəzərən qrafiklərimiz simmetrikdir. Koordinat başlanğıcına nəzərən simmetrik olduğuna görə də yuxarıda danışdıq ki, nə olur? Tək funksiya olur. K bölü 0 olarsa azalandır. Artıq burada yenə bir tərslik var, tərs mütənasibliyi var. K sıfırdan böyük olarsa azalan olacaq, K sıfırdan kiçik olarsa artan olmuş olacaq. Amma Kx də dedik, K sıfırdan böyük olarsa artan, K sıfırdan kiçik olarsa azalandır. Burada əksin olmuş olacaq. Qrafik ordinat oxlarını kəsmir. K bölü 0 olduqda 1 və 3-cü rüblərdən keçir. Gördüyünüz kimi qeyd olunub 1 və 3-cü rüblərdən keçir. K kiçikdir 0 olduqda isə 2 və 4-cü rüblərdən keçmiş olacaq. Hazır qaydalardır. Yəni hazır qaydaları biləndən sonra funksiyalar bilməsi həqiqətən çox da çətin bir bölmə deyil. Burada bizə biraz daha çox çətinlik yaradan kvadratik funksiya ola bilər. Onun da yine qaydalarını bilsək asan olmuş olacaq. Kvadratik funksiya, ümumi danışmışıq kvadrat, tənliyi haqqında da danışmışıq. Yuxarılarda çox adım çəkmişik. Kvadratik funksiyanı artıq bilirik ki, y bərabərdir ax kvadrat üstəgəlsi bx üstəgəlsi c şəklində olan funksiyaya biz kvadratik funksiya deyirik. A nə olmalıdır? Sıfırdan fərqli olmalıdır. Kvadratik funksiyanın qrafiki paraboladır. Parabola dediğimiz şey de baxın budur. Qrafikimiz budur. Burada m və n var. Parabolanın təpə nöqtələri. Baxın qeyd olunub. M, n. N'imiz y-dir, m'imiz x-dir. Ki bu bizə çox lazım olacaq. M'in düsturu mənfi b bölünsün 2 adı təpə nöqtəsinin apsisi adlanır. N'in düsturu 4 asitinin b kvadrat bölünsün 4 bölünsün. Yuxarıda qeyd olunmuşdu. Təpə nöqtəsinin ordinatı adlanır. Bu düsturları mütləq bilin. Bu düsturları bilməsəz həqiqətən deyirəm, kvadratik funksiyada çətinliyiniz çox olacaq. Ümumi şəklimiz var ki, yəni biz bunu təpə nöqtələrini versə, desə ki, funksiyanın qrafiki, düsturum falan yazdım. Düsturumuz y bərabərdir. A vurulsun x çıxılsın m kvadratı üstə gəlsin m. Bu m və n-ə biz sürüşmələr olaraq da baxa bilirik. N ordinat oxu üzrə sürüşmədir. M isə apsis oxu üzrə sağa sola sürüşmələrdir. Onun haqqında da danışacağıq. Məsələn, burada verilib y bərabərdir bu kvadratik funksiya üçün. M-i tapaq, n-i tapaq. M-imiz mənfi 2 tapılıb, n-imiz mənfi 10 tapılıb. Gəlib düsturda da ümumi düstur dedik ki, a vurulsun x çıxılsın m-in kvadratı üstə gəlsin n şəklindədir. Gətirib yerinə qoyub təpə nöqtəsinin koordinatlarını da ayrı qeyd edib ki, 4 və 5 bizdə nədir? Təpə nöqtəsinin koordinatlarıdır. Yox, bu bizdə şeydir.
yukarıda mən çalışdım. M ve N'in tapılmasıdır. Burada M ve N'i tapıb, ama aşağıda nə verib? Bizə funksiyanı bu şəkildə verib və bizdən tutan TP nöqtəsinin falan koordinatlarını soruşsa, avtomatik olaraq həmişə bunun əksini götürür. Niyə əksini götürür? Bu apsis ox üzrə sürüşmədir. Bilmirəm, izah eləyə bilmirəm. Məsələn, sağa sürüşdürürsə, burada normal olur. Amma sola sürüşdürürsə, artıq M-in qiyməti mənfi olur deyənə, artıq biz ona parametr olaraq baxırıq. Yəni, bu mənfi sadəcə burada düsturda verilib deyənə durur. Məsələn, M-i yerinə mənfi qoyanda, o mənfi nə edəcək? Müsbətləşdirəcək. Ona görə burada normal qaydada 4 verib, 5 verib. Daha sonra burada təyin oblastımız var. Təyin oblastı ikisinin aldığın qiymətləri. Təyin oblastımız istənilən ədədən ola bilər, çünki məhdudiyyətimiz yoxdur. Amma qiymətlər oblastı haqqında yuxarıda danışmışdım ki, qiymətlər çoxluğumuz nə olacaq? A bölü 0 olarsa n-lə müsbət sonsuzluğa, A kiçikdir 0 olarsa mənfi sonsuzluqdan n-ə doğru dəyişəcək. Məsələn, deyir ki, kök altında bu funksiyasının qiymətlər çoxluğunu tapın. Nə edirik? N-i tapırıq. N-in düsturun burada qeyd edilmişdir. Nədir? 4AC çıxsın B kvadratı bölünsün 4A-dır. Gətiririk. Gördüyünüz kimi qeyd olunur. Yazırıq. Tapırıq 4. 4 tapıb siz oraya 4 yazmayasınız. Niyə 4 yazmayasınız? Çünki funksiyamızda kök altı var. 4-dən kök alacağıq 2. Cavabımız olacaq 2 müsbət sonsuzluq. 2-nin özü də daxil olmuş olacaq. Şalların çoxusu 4-ü tapır, 4-ü qoyur bura. Kökün altını yaddan çıxardır və cavabları səhv olur. Sonra da ballarına təsir edir. Yəni bu məqamlarda diqqət olmaq lazımdır. Sürüşmələr haqqında danışmışdım. Sürüşmə burada da var. Deməli, daha sonra burada nə var? Deyir ki, A bölü 0 olduqda M müsbət sonsuzluq aralığında artır, mənfi sonsuzluq M aralığında azalır. A eşittir 0 olduqda mənfi sonsuzluqdan M aralığında artır, M müsbət sonsuzluq aralığında azalır. Kvadrat funksiyamızın qrafiki A bölü 0 olanda diskriminantı bilirik. Kvadrat tənlikdən bilirik düsturun tapılmasını. Diskriminant 0 böyük olarsa apsis oxunu 2 nöqtədə kəsir. 0-a bərabər olarsa 1 nöqtədə kəsir. 0-dan kiçik olarsa kəsmir. Yəni bu elə köklər deməkdir. Gördüyünüz kimi qeyd olunub burada da x1, x2. Burada 1 nöqtədə kəsir. Yəni bunun bir kökü var. Burada 2 nöqtədə kəsir, 2 kökü var. Və kökü olmadığına görə, kəsmədiyinə görə də gördüyünüz kimi qrafiki bu şəkildə qeyd olunub. A bölü 0 qeyd olaraq verilib ki, diskriminant 0-dan kiçik, A 0-dan böyük olduqda 3 hissəsi həmişə müsbətdir. Okey, bunu da bilək. Daha sonra deyir ki, funksiyası əmsalların işarəsinin təyin olunması qarşımıza çıxa bilər. Parabolanın qolları yuxarıdasa A 0-dan böyük, qolları aşağıdasa A 0-dan kiçik. Mütləq və mütləq bunları bilin. Bunları bilməsəz, siz həqiqətən deyirəm, çətinlik çox çəkərsiniz. Parabolamız verilib və yaxud da parabolanı qurmaq deyirsə bizə, qarşımıza çox çıxa bilər. Məktəb dərsliklərində falan olur. Deyir ki, kvadrat funksiyasının qrafikini qurun. Grafikimiz nədir? Paraboladır. Onu məsələn 0-dan kiçik veribsə, sən qolları yuxarı qoya bilməlisən, qolları aşağı qoymalısan. O x oxunu 2 nöqtədə kəsirsə, qeyd edelim diskriminant 0-dan böyük. 1 nöqtədə kəsirsə, diskriminant 0-a bərabər. Kəsmirsə, diskriminant 0-dan kiçik olmuş olur. Kompüter zərifqası qutardı, bir dəqiqə üzr istəyirəm. Daha sonra burada S. Kx plus b-də qeyd eləmişdim, danışmışdım ki, funksiyanın ordinat oxunun kəsdiyi nöqtə B-dir. Yəni, ordinat oxunun harada kəsirsə, hansı qiymətdə kəsirsə, biz funksiyada B-nin yerinə o qiymət qoyacaq. Burada eyni qaydada S üçün də o keçərlidir. S bizə nədir? Sərbəst əddir. O əqrə oxunun kəsdiyi nöqtə biz S-nin qiyməti deyirik. B bərabərdir mənfi 2 ayım düsturundan tapılır. B-nin necə deyim, işarəsi. M təpə nöqtəsinin apsisidir, N təpə nöqtəsinin ordinatdır. Bunlar haqqında da danışdıq. Yəni, demək olar ki, artıq hər qaydaya, hər məqama toxunduq və qeyd elədim ki, M ordinat oxu üzrə sürüşmədir. N ordinat oxu üzrə sürüşmədir yuxarı aşağı. M apsis oxu üzrə sağa sola hərəkət etməkdir. Burada məsələn mənfi 4 verib. Düsturda aparıb yenə mənfi 4 qoyanda funksiyamızın qrafik olacaq. Plus 4. Yəni, bunlara diqqət edin. Yəni, plus 4 veribsə, gətirib qrafiki burada qura bilmərsən. Sağ hissədə, müsbət hissədə qura bilmərsən. Çünki nədir? Bir-birinə əkslik yaradır. Çıx var deyənə, mənfi qoyanda bura müsbət olacaq. Yəni, nə demək istədiyimi yəqin ki, başa düşdünüz. Yuxarı aşağı sürüşmədə yenə olduğu kimi, burada artıq biz zid yaradan bir məqam yoxdur. Plusdursa bu qrafikimiz yuxarı hərəkət edəcək, minusdursa aşağı hərəkət eləmiş olacaq. Burada modul x funksiyası var. Modul x'in qrafiki haqqında bayaq danışdım. Modul x funksiyamızın qrafiki bu şəkildə olur. Xassisi olaraq burada qiymətlər çoxluğu x-ə hər bir qiymət verə bilərəm, amma y-ə
nə olmalıdır? Y həmişə sıfırdan müsbət sonsuzluq olmalıdır. Çünki mod ona heç vaxt mənfi olmaz. Cüt funksiyadır. Cüt funksiyanın xassəsində də dedik ki, ordinat oxuma nəzərən simmetrik olur. Buna görə də funksiyamız cüt funksiyadır. Qeyd olaraq dedik ki, funksiyanın ekstrem nöqtəsini tapaq. Bu sonrakı dərslərdə bunu indi qeyd eləmirəm, amma nəzərə alaraq bura yazılıb. Ekstrem nöqtəsini tapmaq üçün sıfıra bərabər eləmək lazımdır. Gördüyünüz kimi x bərabərdir mənfi b bölünsün k. Heç buna o qədər də baxmayın. Bunun haqqında artıq teoremdə falan ətraflı danışacağam. Y bərabərdir k vurulsun x plus x üstü 3 funksiyası, kub funksiya. Biz buna kub funksiya deyirik. K bölü 0 olarsa qrafikimiz belə olur. K eşittir 0 olarsa qrafikimiz belə olur. Bunun qrafikini də yuxarıda bayaq təsvir etmişdik. Xassəsi olaraq hər ikisində mənfi müsbət sonsuzluq olacaq. Təyin oblasında da qiymətlər çoxluğunda da məhdudiyyətimiz burada da yoxdur. Tək funksiyadır. Nəyə görə? Koordinat başlanğıcına nəzərən simmetrikdir. K bölü 0 olduqda monoton artan, K eşittir 0 olduqda monoton azalandır. Daha sonra burada nə var? Qeyd var. A vurulsun x üstü 2 plus 1. Yəni bunun dərəcələri funksiyasının xassələri K funksiyanın xassələri ilə eynidir. Okay. Sonra burada bir dənə də kökaltı funksiyası var. Kökaltı funksiyasının qrafiki bu şəkildədir. Burada xassəsi olaraq hər ikisi, həm x-in, həm y-in ala biləcəyi qiymətlər çoxluğu. Yəni təyin oblasının qiymətlər çoxluğu sıfırdan müsbət sonsuzluqadır. Nə təkdir, nə cütdür. Çünki qrafikimiz nə ordinat oxuma, nə də koordinat başlanğıcına nəzərən simmetrikdir. Funksiya artanda, funksiya koordinat başlanğıcına nə inir? Keçir. Dərs sonu trigonometrik funksiyalar olacaq. Bu video biraz uzun oldu. Ümid edirəm yormadım, yorucu danışmadım. Biraz ara sıra tələsik danışa bilərəm. O səbəbdən üzr istəyirəm. Üstündə məşq eləməyə davam edirəm. İzahları yerləşdirməyə davam edirəm. Ümid edirəm öyrədə bilirəm, ümid edirəm dəstək dura bilirəm. Kanalın izlənmə saatı falan biraz aşağıdır. O baxımdan da dəstək verirsiniz. Çox sevinərəm. Gələcək videomuz trigonometri olacaq. Trigonometriyə giriş edəcəyik artıq. Oranı da sizlərə ətraflı izah etməyə çalışacağam. Yəni bu qədər. Gələcək videoda görüşmək ümidilə. Sağ olun.